Salam herkese, yeni vloguma hoş gelmişsiniz. Bugün səhərləri gözəl açdım ki, düşündüm ki, davamında mütləq vloglayım. Hazırlaşıb çıxmalıyam, ona görə də makyaj etmək istirdim. Bunu da sizinlə bölüşmək istəyirəm. Mən professional şəkildə etmirəm, qısaca sadəcə nəyi necə edirəm bu şəkildə göstərəcəm və bu əsla öyrədici deyil. Sadəcə mən makyaj belə videolarına baxmağı çox sevirəm. Düşündüm ki, sizin üçün də maraqlı bir kontent olar. Beləcə kofemi də götürmüşəm. Məncə başlayaq. Belə bir kosmetik qabım var. Burada bütün kosmetik məhsullarım yoxdur. Ancaq adətən gündəlik olaraq istifadə etdiyim bütün məhsullar buradadır. İndi istəyirəm hamısını belə qabağıma töküm və mənə nə lazımdırsa tez bir şəkildə onları rahatlıqla tapa bilim, götürə bilim. İlkin olaraq mən bazadan başlamaq istəyirəm. Bobbi Brown'dan bu şəkildə belə bir primerim var. Bunu artıq demək olar ki, çox uzun müddət istifadə edirəm və çox bəyənirəm. Primeri tətbiq etdikdən sonra makyaj ümumiyyətlə üzdə çox yaxşı oturur. Daha pürüzsüz belə bir görüntü olur. Və növbəti olaraq belə bir Estee Lauder Double Wear tonalim var. Məndə olan nömrəsi 1W1-dir. Bunu çox sevirəm, illərdir də istifadə edirəm. Örtücülüyü çoxdur, çox insan üçün hətta ağırdır bəlkə də. Məncə mənim üzümə, dərimə bu tam uyğundur. İllərdir istifadə edirəm və heç bir pis təsirini görməmişəm. İndi sponcu götürüm. Sponc üçün mənim belə bir qabım var. Mən də bunu Temudan sifariş etmişəm. Çox yaxşıdır, çünki tonalin üzərində nə qədər olmasa da sponcun qalır və bu makyaj çantasına qoyduqda digər makyaj məhsullarının üstünü hamısını batırır. Ona görə də belə bir şey mütləq əldə edin, çox gözəldir. Ümumiyyətlə mənim dərim çox tez qızaranda, isti olduqda, utandığımda, buna görə də bu tonalini yeganə bəlkə də tonallərdən biridir ki, üzümə tətbiq etdiyimdə nə qədər qızarsa da bu tam olaraq belə gözə çarpmır, xüsusiyyətini çox bəyənirəm. Ona görə də Estee Lauder Double Wear-ə hər kəsə məsləhət görürəm, tövsiyə edirəm. Burada kofim də üçün buz kimi oldu. Növbəti mərhələ olaraq qaşlarımı istəyirəm düzəldim. Ancaq qaş sabitləyici mən hal-hazırda istifadə etmirəm. Özümə də çox yaraşdırmıram, düzünü desəm. Ona görə də sadəcə bu şəkildə belə bir qaş karandaşı olma deyim, daha çox liner mi deyim, istifadə edirəm. Bu şəkildə bir başlığı var. Bunu Amazondan sifariş eləmişdim. Düzünü desəm, çox da məmnun deyiləm. Çox insana da tövsiyə etməzdim. Yəni videoda tamam fərqli görsənir ki, yəni tük effekti yaradır belə deyim. Ancaq tətbiq etdiyimdə sadə bir karandaşdan heç bir fərqi yoxdur. Ancaq istifadə edib qurtarmaq istəyirəm, madam ki aldım. Ona görə də hal-hazırda bunu tətbiq edəcəyəm. Belə bir qaş fırçam var. Onunla istəyirəm qaşlarımı darayım ki, daha səliqəli bir görüntü alınsın. Növbəti olaraq konsealer tətbiq etmək istəyirəm. Yves Saint Laurent'dan bu şəkildə belə bir konsealerim var. Mən ümumiyyətlə konsealeri çox az miqdarda tətbiq edirəm. Belə bir video bu yaxınlarda görmüşdüm. Mən başqa cür tətbiq edirdim. Bütün gözümün altına yayırdım. Ancaq bunun yaxşı olmadığını öyrəndim. Daha çox belə lifting effekti yaratmaq üçün üzdə bu şəkildə kənarlardan tətbiq etmək lazım. Eyni zamanda bu hissələrə də doldururam. Mərhələ isə üz kontrolamasıdır. Bunun üçün Kiko'dan bu şəkildə Sculpting Touch adlı krem şəkilli bir stikim var. Renk olaraq isə məndə 200 nömrədir. Buradadır. Bu hissələrimi tətbiq edirəm ki, çənə konturunu daha da belirginləşdirim. Konturu yaymaq üçün isə BH Cosmetics'dən 137 nömrəli belə bir fırçam var. Belə bir başlıqlı. Və onunla yavaş-yavaş bu şəkildə, onu da yuxarıya doğru eyni şəkildə edirəm. Və növbəti olaraq da NYX'dən olan belə bir finishing powder var məndə. Bunu gözümün altına xüsusilə tətbiq edirəm. Eyni zamanda üzdə daha çox belə deyək yağlanan, parıldayan nahiyələrə tətbiq edəcəyəm. Bu həm göz altında konsealerin qırışıqları yığılmağının qarşısını alacaq. Daha belə bitmiş, gözəl bir blur effekti yaradır üzdə. Bunu çox bəyənirəm. Və keçək növbəti mərhələyə. Növbəti olaraq isə gözümün üzərinə çox azca, ümumiyyətlə mən demək olar ki, heç istifadə etmirəm. Ancaq bəzən üzdə istifadə etdiyim bronzerdən çox azca tətbiq edə bilirəm və yaxud da ki, Rumianadan azca tətbiq edirəm və bir azca da bu hissələrə ışıltı verirəm. Mən də bu şəkildə Dior'dan bir bronzer var. Bunu artıq çox uzun müddət istifadə edirəm. Məndə olan nömrəsi 6 Amber Bronze adlanır. Luvia'dan belə bir fırçam var. Bu da 314 nömrədir. Bunu indi gözümün üzərinə çox azca, xüsusən də bayır tərəfdən bu şəkildə gözün kənarından çox azca tətbiq edirəm.
Və gözümün iç tərəfinə isə Bobbi Brown'dan belə bir highlighterım var. Bunu tətbiq edəcəyəm. Çox az miqdarda ki, birazca parıltılıq versin deyə. Highlighter gözümün iç tərəfinə tətbiq etmək üçün isə yenə də Luvia'dan bu şəkildə 318 nömrəli fırçasından istifadə edəcəm. Gözümün içinə və birazca da yuxarıya doğru belə tətbiq edirəm. Və birazca da buradan qaşımın altına. Mən normalda kipriklərimə bildiyiniz kimi kiprik qaynağı istifadə edirəm. Ona görə də demək olar ki, heç maskarada tətbiq etmirəm. Ancaq artıq kipriklərimin çoxu tökülübdür demək olar ki. Burada da hələ ki fürsətim olmayıb yeniləməyə. Ona görə də Chanel-dən belə bir maskaram var. Bunu tətbiq etmək istəyirəm. Fırçasını çox bəyənirəm. Maskaradan istifadə edən daha kipriklər belə belirgin görsənir. Göz makyajı tam tamamlanmış olur. Ümumiyyətlə maskaranı makyajda çox sevirəm. Beləcə demək olar ki, makyajın son mərhələlərinə gəlib çatırıq. Növbəti olaraq belə bir daha öncə də göstərdim. Gözüm üzərinə tətbiq etdiyim bronzerdən istifadə etmək istəyirəm. Dior'dan olan. BH Cosmetics'dən 114 nömrəli belə bir fırçam var. Bununla tətbiq edəcəm. Miqdarda belə alın hissəmə də tətbiq edirəm. Əslində bu daha çox yay üçün yaxşıdır. Daha belə zagar effekti yaradır. Ancaq mən gündəlik vaxtda, qışda da tətbiq edirəm. Çünki bu görüntünü çox bəyənirəm. Belə düşünürəm ki, bronzer də yetər qədər tətbiq olundu və növbəti olaraq əlbəttə ki, ən sevirəm məhsullardan biri ənlik. Ənlik mən Dior'un belə bir az pigmentasiyalı olan bir ənliyindən istifadə edirəm. Məndə Dior 00 Pink nömrəsi idi. Dior Rosy Glow. Bu hal-hazırda çox məşhurdur. Ümumiyyətlə mən ənliyi çox sevirəm. Ancaq həddən artıq çox tətbiq edənləri də çox da bəyənmirəm özümüzdən. Rəng tonları olaraq isə bəzən şaftalı tonlarını da çox yaraşdırıram özümə. Çox pigmentasiyalıdır. Bu cəhətdən çox bəyənirəm. Bizdə belə həfif bir qızarıqlı görüntüsü yaradır. Bunu çox bəyənirəm. Azca da gözümün içinə tətbiq edəcəm. Belə. Düşünürəm ki, bu da yetərlidir. Və növbəti olaraq isə highlighterdən istifadə edəcəm. Ümumiyyətlə mən highlighteri çox sevirəm, ancaq son zamanlarda çalışıram ki, biraz daha az miqdarda istifadə edeyim. Bunun üçün isə yenə Dior'dan belə bir highlighterım var. Bunu da çoxdan da almışam. Sevərək istifadə edirəm. Məndə olan nömrəsi 1 Nude Glow. Bu da həddən artıq çox pigmentasiyalı deyil. Yəni həddən artıq çox parlaqlıq vermir. Orta dərəcədə belə şampan tonlarında gözəl bir görüntü yaradır. Bunu isə tətbiq edəcəyim belə Luvia'dan olan 327 nömrəli fırçadır. Düşünürəm ki, bu qədər yetərlidir. Və son mərhələ isə əlbəttə ki, dodaq boyası. Əslində biraz qərarsızam hansından istifadə edeyim. Çünki bu üç məhsulu istifadə edəcəyəm. Mən ümumiyyətlə dodaqlarımın çox tünd rəngli olmağını, qırmızı tonlarını ümumiyyətlə sevmirəm. Daha çox belə korичневый və açıq çəhrayı rəngləri çox bəyənirəm və özümə yaraşdıram, daha doğrusu belə deyim. Belə bir lip linerim var. Bunu burada Olivia'dan almışam. Fine Line'da. Açıq bu firmanı ümumiyyətlə tanımıram. Şudu ilə SHU şəklində yazılır və nömrə məndə 421-dir. Düşünürəm ki, bu dodaq qələminin çox universal bir rəngi var. Çünki fərqli dodaq boyaları ilə çox gözəl bir nəticə verir, çox gözəl bir görüntü yaradır. İndi tətbiq edəcəm, sizə görün. Ümumiyyətlə dodaqlarım özü böyükdür yetərli qədər. Ancaq yenə də dodaq qələmi tətbiq edərkən mütləq öz konturlarından biraz kənara çıxıram. Bu görüntünü daha çox bəyənirəm. Daha belə dodaq həm daha iri görsənir və dodaqlar sorduğunda daha effektli görsənir. Estee Lauder'dan belə bir dodaq boyam var. Bu şəkildə bir rəngi var. Düşünün ki, ilkin olaraq bunu tətbiq edin və üzərindən mat rəngli Maybelline olan bu dodaq boyasını tətbiq edərəm. Bunun da nömrəsi məndə Estee Lauder olan, səhv etmirəmsə, Pro Color NB 184 nömrəli. Bu artıq çoxdandır məndə var və bunu da aldığım blockbusterlərdən birindən çıxıbdır. Rəng olaraq çox bəyənirəm. Düşündüm ki, bunu tətbiq edeyim və üzərindən də belə bir mat Maybelline-dən olan 65 nömrəli dodaq boyasını tətbiq edərəm. Öncə dediyim kimi, mən bu parıltı görüntünü çox sevmədiyim üçün üzərindən mütləq həmişə mat rəngli bir dodaq boyası tətbiq edirəm. Və son olaraq da belə bir görüntü alınır. Belə, mən makyajımı bitirdim. Son nəticə belə alındı. Mən çox bəyəndim. Gündəlik olaraq demək olar ki, həmişə makyajımı belə eləyirəm. Çox bəyənirəm. Ümid edirəm siz də nəticədən razı qaldınız, bəyəndiniz.
bəyəndinizsə mütləq fikirlərinizi rəylərdə bölüşün. Və yaxud da ki, sizin mənə tövsiyə edə biləcəyiniz hər hansı bir makiyaj life hackları varmı? Bunları bilirsinizsə, mütləq rəylərdə fikirlərinizi yazın. Mənim üçün çox maraqlıdır. Və son olaraq da düşünürəm ki, vlogu burada sonlandırım. Əgər siz də bu vloqa sonuna qədər baxdınızsa, çox xahiş edirəm, kanalıma abunə olun, rəy yazın, bəyən butonuna basmağı unutmayın. Mən bu prosesi çox sevərək edirəm, çox bəyənirəm və ümid edirəm ki, sizlər də çəkdiyim videoları bəyənirsiniz və zövq alırsınız. Gələn görüşlərə dək hələlik.